Əslində baxın, sistemdə belə bir şey də var ki, adi həkimlər də deyir ki, ürək sabitliyi sevir, amma bəzən onun nəbzini 120-130-lara da çıxartmaq lazımdır. O belə onun amma baxır necə? O belə onun sağlam qalmasına zəmin yaradır. Mən düşünmürəm ki, konfliktsiz ev, ailə, insan ümumiyyətlə yaşaya bilməz. Necə ki, sevgisiz tam yaşaya bilməz. Yəni yaşanan yaşayır, bu başqa məsələ, amma düzünə baxanda bu belə olmamalıdır. Yəni düz heç nə getmir. Hamısı belə bir gönüşlü yoxuşludur. Amma baxır nədən alırsınız da? Yox, baxır nədən alırsınız? Amma həqiqətən indi siz dediniz, mənim yadıma bir xanım düşdü ki, həqiqətən də o konfliktdən zövq alır. Yəni adam bütün günü bir qaşı yuxarıda gəzir ki, puskuda dayanır. Onlar puskuda dayanırlar ki, sən nə edəcəksən ki, indi mən dava salacağam və mən bu davada qalib çıxacağam. Və mütləq ki, onlar həmişə əsasən qalib də çıxırlar. Çünki özlərinin müdafiə mexanizmləri bax belə qalxanları var. Bu xanımlar əslində çox təhlükəlidir. Belə bir bəylər də var əslində. Əlbəttə bəylər, xanımlar. Bu xanımlarla yola getmək heç də asan deyil. Bəylərə nə tövsiyə eləyərsiniz ki, bax elə qalxanlı, güclü, həqiqətən də sözünün kəsəri olan xanımları idarə edə bilsinlər. Konflikt zamanı. O ümumiyyətlə artıq bəylərdən bəli orada çox şey asılıdır, amma mən yenə də bunu iki tərəfli baxıram məsələyə ki, əgər bir insan özü, yəni məsəl üçün o zövq alırsa, bu dediyimiz bu adrenalindən. Mən bayaq dediyim kimi sizə, yəni biz hamımız bəli adrenalin yaşamalıyıq. O ürəyin kardioqramı da həmişə belə gedir də, yəni o düz xətt gedə bilməz, düzdür. Amma baxır siz onu nədən alırsınız? Yəni bir var ki, mən adrenalini alıram, gedirəm, paraşütdən tullanıram, sevdiyim adamla, düzdür, belə alıram. Bir də var ki, mən artıq düz xətt o qədər sıxılmışam ki, başqa bir amma bilmirəm nə edim. Evə adam gəlir, mən dava salıram, bir şəkildə orada ağlayıram, sakitləşirəm. Baxın, çox qadında olur bu, düzdür. Bir də var ki, dediyim kimi mən gedirəm, həzz alıram, nə bilim səyahətə gedirəm, yəni gözəl bir şey edirəm, adrenalini yaşayıram, bitdi getdi. Zərərsiz də belə deyim. Bitdi getdi. Amma baxın burada, məsələn mən bəylərə deyə bilmərəm ki, belə bir xanım çıxdı qarşınıza, onunla belə davranın. O mütləq şəkildə birinci o insan əgər həzz mexanizmasını, o sistemi özündə formalaşdırmırsa, yəni yenə də yanlış formalaşıbsa, o bəy nə etsə belə, o gül alıb gətirəcək, o gül onun başında çırpılacaq. Fərqi yoxdur. Və yaxud da ki, xanım da eyni şəkildə, məsələn elə bəylər var ki, onlar da eyni şəkildə, yəni kişi məsələn indiki zamanda dediyimiz kimi ova çıxa bilmir, ora gedə bilmir. Adrenalini görürsüz, nədən alsın bu adam? Ona görə məsələn bəzi kişilər maşınlara maraq salır, nə bilim yüksək sürət və s. nə bilim bəziləri idmana və s. Məsələn xanımlara məsləhətim olar ki, belə şeyləri qısıtlamayın kişilərdə. Bəzən mən görürəm ki, deyir məsələn, ay futbola çox gedir, istəmirəm getsin. Təbii ki, onun limiti var, amma yenə də nə bilim dostları ilə harasa gedir və s. Əslində mən daha çox belə aktiv ola biləcəkləri yerləri deyirəm. Çünki bir enerji var, baxın, dediyim kimi, yəni o kişinin ovçu enerjisi, düzdür? Və o passivləşir. Yəni indi ova çıxa bilmirik, düzdür? Amma başqa o zaman mən adrenalini harda yaşayım? Məsələn, bir kişi ya o da gəlib evdə dava salacaq, uşaqlarına qışqıracaq, bütün günü məsələn işdə yığır, gəlir axşam evdə, heç nədən bir də görsən ki, xanımı ilə bir konflikt çıxdı, düzdür? Çünki bütün gün onu yığdı, gəldi, tıxacda dayandı. Amma məsələn, orada da bir şərait yaratsaq ki, əgər belə deyək, kişi bunu özü tənzimləyə bilmirsə, hansısa bir formada, nə bilim, çıxsın dostları ilə dağa mı çıxır, maşınımı sürür, nəsə etsin ki, o adrenalin onun canından çıxandan sonra avtomatik daha xoşbəxt qayıdır hər zaman. Qadın da, baxın, eyni şəkildə. Sadəcə biz baxmalıyıq ki, oturub özümüzlə səmimi olmalıyıq ki, mən bu mənim belə deyək, xaos dozamı mən hardan alım? Hamımızın xaosa ehtiyacı var. Hamımızın var. Amma hardan alım da o adrenalini, o yaşayım o siz dediyiniz o yüksəlməni. Ondan sonra oturum sakitləşim. Və əgər fərqinə varırsa ki, tamam, mən nə zaman o həzzi yaşayıb sakitləşirəm, əgər bu dava-dalaş, konflikt sonrası, demək ki, siz bunu işləməlisiniz zehninizdə. Bax, bu mexanizmanı dəyişdirmək lazımdır.